Yaddaş səhifələri, yaddaş səhifələri. Hörmətli dinləyicilər, Anton Pavloviç Çexovun Qüssə hekayəsinə qulaq asın. Oxuyur Səməd Yusifcanlı. Axşam torana qovuşmuşdu. İri sulu qar dənələri yeni yanmış fənərlər ətrafında tənbəl-tənbəl fırlanaraq nazik və yumşaq laylarla damların üstünə, atların belinə, adamların çiyinlərinə və papaqlarına tökülürdü. Faytonçu İona Patapov başdan ayağa xəyal kimi ağab baxdı. O canlı adamın əyilə biləcəyi qədər belini əyərək qozalada oturmuş və tərpənmirdi. Böyük bir qar qalağı üstünə düşsə belə, yəqin ki onu öz üzərindən çırpmağı lazım bilməz. Onun azcığazı da ağ və hərəkətsizdi. Öz hərəkətsizliyi, biçimsizliyi və ağac kimi dümdüz ayaqları ilə bu at hətta yaxından baxanda belə bir qəpiyə satılan qoğal azcığazlara oxşuyur. İona və onun aşçıqazı xeyli vaxtı ki yerindən tərpənmirlər. Onlar nahardan çox qabaq həyətdən çıxmışdılar. Lakin siftə verən yoxdur ki, yoxdur. Budur, şəhərin üzərinə axşam toranı çökür. Fənər işıqlarının solğun rəngi dəyişib canlanır. Küçədə hərəkət və səs-küy çoxalır. İonanın qulağına səs gəlir. Faytonçu, Weber küçəsinə. Faytonçu, İona diksinir və qardan bir-birinə yapışmış kipirikləri arasından başlıqlı şinel yeymiş bir hərbi xidmətçi görür. Weber küçəsinə deyə hərbi xidmətçi təkrar eləyir. Yatmısan nədir? Weber küçəsinə. Razılıq əlaməti olaraq İona cilovları tez çəkir. Atın belindən və onun öz çiyinlərindən lopa-lopa qar tökülür. Hərbi xidmətçi xizəyə əyləşir. Faytonçu dodaqlarını marşıldadaraq boynunu ördək kimi uzadır. Yerində dikəlir və ehtiyacdan daha çox adət etmiş olduğu üçün qamçını yelləyir. Azcığaz da boynunu uzadır. Öz ağaca bənzər ayaqlarını əyir və istər-istəməz yerindən tərpənir. İlk addımlardan İona qaranlıq və irəli-geri hərəkət edən izdiham içərisindən qopan səslər eşidir. Hara sürürsən qulyabanı? Şeytan səni hara çəkir? Sağdan gel. Sən sürməyi bacarmırsan, sağa sür, deyə hərbi xidmətçi hirslənir. Hər tərəfi örtülü bir faytonun sürücüsü deyinir. Yolu keçərkən çiyini atın başına toxunan bir başqası qollarından qarı silkələyir və hirsli ona baxır. İona iynə üstündə oturmuş kimi yerində qurdalanır. Buxar vurmuş adam kimi gözlərini qıyır, sanki harda olduğunu və nə üçün bura düşdüyünü anlaya bilmir. Nə vicdansızdır, deyə hərbi xidmətçi ona söz atır. Elə bil ki, qəsdən səndən toqquşmağa və ya atın altına düşməyə çalışır. Yəqin dilbir olublar. İona dönüb sərnişinə baxır və dodaqlarını tərpədir. Bir şey demək istədiyi görünür. Ancaq boğazından xırıltıdan başqa heç nə çıxmır. Nə var, deyə hərbi xidmətçi soruşur. İona gülümsəyərək ağzını əyir. Boğazına güc verərək xırıldayır. Ağa, mənim bu həftə oğlum öldü. Nədən öldü? İona bütün gövdəsi ilə sərnişinə çevrilərək deyir. Kim bilir? Yəqin ki qızımadan 3 gün xəstəxanada yatdı. Sonra öldü. Allahın əmridir. Döndər iblis, deyə qaranlıqdan səslər eşidilir. Yoldan çıxmısan nədir? Qoca köpək gözlərini aç. Sür, deyə sərnişin dillənir. Belə yerişdən biz sabaha kimi çata bilmərik. Qov atı. Faytonçu yenə boynunu uzadır. Bir qədər yerindən qalxır və ağır tərzdə qamçısını yelləyir. Sonra bir neçə dəfə dönüb sərnişinə baxır. Lakin o gözlərini yummuşdu. Yəqin ki dinləmək həvəsində deyildi.
İona Vıvı küçəsində sərnişini düşürüb, aşxana qabağında faytonunu saxlayır. Qozalada əyilir və yenə də tərpənməz olur. Sulu qar yenə də onu və açıq-azı ağartmaqda davam eləyir. Beləcə 1-2 saat keçir. 3 nəfər cavan oğlan qaloşlarını bərkdən şappıldadaraq deyinə-deyinə səki ilə keçir. Onların ikisi uca boy və arıq, üçüncüsü isə balaca boy və qozbeldir. Faytonçu, polis körpüsünün yanına, deyə qozbel cingildili səslə çığırır. Üçümüzü bir Abbasiya. İona cilovları çəkir və ağzını marçıldadır. Bir Abbası o qədər də münasib qiymət deyildi. Ancaq indi o qiymətlərə baxmır. Onun üçün indi 1 manatla 1 şahının fərqi yoxdur, təki sərnişin olsun. Cavan oğlanlar bir-birini itəliyə-itəliyə, zarafatlaşa, üçü də birdən xizəyə soxulur. Üçünün hansı birisinin ayaq üstə durması və hansı ikisinin əyləşməsi məsələsi müzakirə olunmağa başlanır. Uzun höcətdən, şıltaqlıq və məzəmmətdən sonra belə qərara gəlirlər ki, qozbel hamıdan balaca olduğu üçün ayaq üstə dursun. Qov görək, deyə ayaq üstə durub, nəfəsini İonanın düz peysərinə püskürdən qozbel cingildiyir. Qamçıla! Amma papağın lap qiyamətdir ha, qardaş. Bütün Peterburqda bundan pisini tapmazsan. İona qaqqıldayır. Olanın budur. Bütün yolu belə mi sürəcəksən? Yoxsa peysərin yumruq istəyir? Uzun boylulardan biri faytonçunu tələsdirir. Başım çatlayır. Dünəm Dokmasovgildə Viska ilə ikimiz 4 şüşə kanyak içdik. Başa düşmürəm ki, yalan danışmağın nə mənası varmış deyə o biri uzun boylu hirslənir. Heyvan kimi yalan deyir. Allahın qəzəbinə gəlim ki, düzdür. Bəli, bu bitin öskürməsi kimi bir həqiqətdir. İona xırıldayır. Kefçili oğlanlardır. Səni lənətə gələsən deyə qozbel özündən çıxır. Ey kaptar, azar tutmuş. Bir də görüm sürəcəksən ya yox. Belə də az sürərlər. Qamçılasana atı. Ey iblis, bir də. Yaxşı vur. İona qozbelin bədəninin yırğalanmasını və onun titrək səsini öz arxasında hiss edir. O üstünə yağdırılan söyüşləri eşidir. İnsanları görür və yalqızlıq hissi yavaş-yavaş qəlbindən çəkilməyə başlayır. Qozbel o qədər söyür ki, axırda 6 mərtəbəli, dolaşıq bir söyüşdən boğazı tutulur. Az qalır ki, öz kürəkdən boğulsun. Uzun boylular Nadejda Petrovna adlı kiminsə barəsində danışmağa başlayırlar. İona dönüb onlara baxır. Biraz sakit olmalarını gözləyəndən sonra dönüb bir də baxır. Mənim də bu həftə bir oğlum öldü, deyə donquldanır. Hamımız öləcəyik, deyə qozbel öskürəndən sonra dodağını silib ah çəkir. Bir sür görək. Ağalar, mən daha belə dözə bilmərəm. O bizi nə vaxt aparıb çıxaracaq? Yüngülcə peysərinə ilişdirib onu bir hərəkətə gətirsənə. Kaftar, azar tutmuş, eşitmirsən? Qıraram boynuna. Siz elə məxluqsuz ki, nazınızı çəkməkdənsə bir yolluq piyada getmək yaxşıdır. Eşidirsən Milan vurmuş, yoxsa bizim sözümüz vecinə deyil. İona peysərinə vurulan şillənin zərbəsini hiss etməkdən artıq onun səsini eşidir. Kefçil ağalar, Allah sizi salamat eləsin. Faytonçu, sən evlisənmi, deyə uzun boylulardan biri soruşur. Mənmi? Kefçil ağalar, mənim arvadım indi qara torpaqdadır. Yəni qəbirdədir. Oğlum da təzə öldü. Mənsə sağam. Qəribə işdi. Ölüm qapını dəyişik salıb. Mənim yanıma gəlmə əvəzinə oğlumun üstünə gedir. İona oğlunun necə öldüyünü nağıl etmək üçün çevrilir. Lakin o sözə başlamamış, qozbel yüngülcə ah çəkir. Allah'a şükür, gəlib çatdıqlarını bildirir. İona abbasını alıb uzun müddət taullar qaranlıq darvazada gözdən itənə qədər bu avaraların dalınca baxır. O yenə də yalqızdı. Onun üçün yenidən sükut başlayır. Bir müddətə onu tərk etmiş qüssə yenidən baş qaldırır və onun ürəyini daha da artıq gəmirməyə başlayır. İonanın təlaş və istirabla dolu gözləri
küçənin hər iki tərəfindən hərəkət edən izdihama dikilir. Görəsən bu minlərlə adamın içərisində onun dərdini dinləyə biləcək heç olmasa bir nəfər tapılarmı? Lakin nə o, nə də onun dərdi bu qaçışan adamların vecinə deyil. Onun niskili böyük və sonsuzdur. Əgər İonanın sinəsi yarılıb dərdi çölə tökülsə, yəqin ki, bütün dünyanı doldurar. İona əlində bağlama olan dalandara yürür və onunla danışmağa qərar alır. Əzizim, indi saat neçə olar, deyə soruşur. Onu işləyir. Burada niyə dayanmısan? Sür get. İona bir neçə addım irəliyə sürür. Belini əyir və yenidən fikrə gedir. O artıq insanlara müraciət eləməyi faydasız sayır. Ancaq 5 dəqiqə belə keçmədən kəskin bir ağrı hiss edən adam kimi belini düzəldir. Başını silkələyir və cilovları çəkir. Halı çox xarabdır. O daha tab gətirə bilmir. Həyətə doğru düşünür. Həyətə. Sanki açcığaz da onun niyyətini duyaraq yoruğa qaçmağa başlayır. Saat yarım keçdikdən sonra İona artıq böyük, çirkli sobanın yanında əyləşmişdi. Sobanın üstündə, döşəmədə, skamyaların üstündə cəmaat xorulduyur. Hava çox kəsif və bürküdür. İona yatanlara baxır, başını qaşıyır və belə tez qayıtmasına təəssüf eləyir. Yulaf pulu da çıxara bilmədim, fikirləşir. Bəla elə burasındadır. Əlbəttə, adam öz işini biləndə, özü də atıda tox olanda həmişə rahat olur. Küçələrin birindən gənc bir arabaçı yuxulu-yuxulu hıqqıldayaraq su vedrəsinə doğru yönəlir. Su içməyimi istəyirsən, deyə İona soruşur. Məlumuşdu ki, istəyirəm. Hə, nuş olsun. Ancaq qardaş, mənim oğlum ölüb. Eşidirsənmi? Bu həftə xəstəxanada. Uzun əhvalatdır. İona baxır və sözlərinin nə cür təsir bağışladığını görmək istəyir. Lakin heç bir şey sezmir. Gənc yorğanı başına çəkərək yuxuya getmişdi. Qoca ah çəkir və qaşınır. Gənc su içmək istədiyi kimi o da danışmaq istəyir. Lakin o hələ heç kəsə doyunca danışmamışdı. O ağıllı başlı yerli-yerində danışmalıdır. Oğlunun nə cür xəstələndiyini, necə əzab çəkdiyini, can verməzdən qabaq nələr söylədiyini və necə öldüyünü nağıl etmək lazımdır. Ona qulaq asan ah çəkməli, ona acımalı və dua oxumalıdır. Gedib ata baxmaq lazımdır. İona geyinib tövləyə, atının yanına gedir. Görüşürsən, deyə İona atının parıldayan gözlərinə baxaraq soruşur. Mən qocalmışam, daha sürə bilmirəm. Oğlumun sürmək vaxtı idi, mənim yox. Ondan əsil faytonçu çıxardı. Təki yaşayaydı. İona bir qədər susur, sonra yenə davam eləyir. Atçığaz qulağını şəkləyib gövşüyür və nəfəsi ilə sahibinin əlini sindirirdi. İona özünü unudur və hər şeyi ona nəql eləyir. Hörmətli dinləyicilər, Anton Pavloviç Çexovun Qüssə hekayəsinə qulaq asdınız. Oxudu Səməd Yusifcanlı.